Prime Tuning'in bu dəfəki qonağı yenə Fəxri Əsədov və onun BMW M4 GS-i. Bəli, gəlmişik. Düzdür, bir il bundan öncə buradan çıxmışdı avtomobil hazır vəziyyətdə. Heç bir problem, heç bir narahatçılığım yoxdur siz tərəfdən. Nəticə dediyim kimi əla çıxdı. Amma mən bu rəngi o qədər də sevə bilmədim. Uşaqlar da deyir ki, biraz xaladelnik oxşuyur, açıq. Ona görə də mandarini geri qaytarmaq üçün gəlmişəm dünyanın sənin yanına, yəni Prime Tuning-i. Fəxri Əsədov demək istəyir ki, mənim avtomobilimin rəngini dəyişir. Rəng dəyişmə prosesi asan bir iş deyil. Biz onu tam professional şəkildə müddət olaraq biraz uzun çəkəcək, amma avtomobilin rəngini ilk çöl olmaq şərti ilə tam dəyişəcəyik. Bizi izləmədə qalın.